Sizi 4-cü dərsimdə salamlayıram. Bugünkü dərsimdə linklərdən danışacağıq və linklərin qurulmasından. Linklərin qurulması üçün əsasən A teqindən istifadə olunur. A teqinin də bir neçə atributu vardır. Bunlardan əsası hərf atributudur ki, teqimizin linkini müəyyən edir. Yəni ki, verəcəyimiz linki müəyyən edirik bundan. Bunun üçün keçən dərsimizi açırıq. Artıq səhifəmizin logosu var. Həmçində isə səhifəmizin başlığı var. Səhifəmiz web səviyyədə belə bir formada görünəcək. Və bunun üçün də linkləri yaradırıq. Səhifəmizdə olan ilk bölməni yaradırıq. Oyunlar bölməsi. Oyunlar bölməsinin də adını div başlıq teqində yazırıq. Oyunlar bölməsini yaratdıq. Oyunlar bölməsində də ilk teqimizi yazırıq. A ref bərabərdir. A teqimizi bağlayırıq. A teqi bağlanan teqlərdəndir ki, həm açılır, həm də isə bağlanır ayrı-ayrı hissələrdə. Və teqin daxilində hər hansı bir strukturada yerləşdirmək olar. Və linkimizə ad veririk. Məsəl üçün action oyunlar. Action oyunlar bölməsi üçün hər hansı bir qovluq yaradacaqsa saytımızda, məsəl üçün oyun bölməsi qovluğu, oyun qovluğun içində action HTML faylı. Artıq linkimiz hazırdır sadə yolla. Həmçinin də linkimiz barədə title və altdan istifadə edərək məlumat yaza bilərik. Məsəl üçün title bərabərdir oyunlar. Həmçinin də bərabərdir super action oyunlar. Belə bir şey yazdıq və səhifəmizi yeniləyirik. Görürük ki, oyunlar bölməsi və action oyunlar. Yaxınlaşarkən action oyunlar yazısı da görünür. Linkin üzərində qıraqda yazılır və link haqqında məlumata giririk. Göstərmir. Linkimiz barədə məlumat. Linkimiz barədə burada heç bir məlumat göstərmədi. Amma ki, axtarış maşınları alt teqində olan məlumatları oxuyur. Hər hansı bir istifadəçi super action oyunlar axtarış versə, bizim saytımıza əgər axtarış maşınını daxil olubsa nə vaxtsa, artıq həmin məlumatı istifadəçiyə ötürür. Bundan əlavə növbəti linkimizi əlavə etmək üçün belə bir teqdən istifadə edib, BR teqindən. BR teqi linkdə mütləq deyil, yəni ki, buna aidiyyəti yoxdur. Sadəcə keçən dərslərimizdə demədiyim üçün bunu deyirəm. BR teqi enter əvəzidir. Yəni ki, enter dedikdə hər hansı bir aşağı sətrə keçmək üçün belə bir
əvəz edicidir. İkinci linkimizi yazırıqsa href bərabərdir oyun məsəl üçün maşın oyunları cars HTML və maşın oyunları yazırıq. Həmçinin də linkimizin adını maşın oyunları adlandırırıq. Və səhifəmizi yeniləyirik. Gördüyünüz kimi növbəti səhifədə də maşın oyunları gəldi. Əgər BR burada olmasaydı belə bir effekt alınacaqdı. Ardıcıl yazılacaqdı linklər. Bunun üçün BR-i burada əlavə edirik. BR-i əlavə etdikdə də isə belə bir ara buraxırıq ki, düzgün yazılması üçün heç yapışdırmaq düzgün deyil. Həmçinin də isə boş BR yazmaq da düzgün hesab edilmir. Validatorluqda, yəni səhv görünür. Belə isə boş BR yazanlar da deyə bilərlər ki, yox səhv deyil. Amma ki, düzdür, boş BR ilə də işləyir. Amma ki, düzgünlük belə bir formada yazılışıdır. Artıq bizim oyunlar bölməmiz hazırdır divin daxilində. Növbəti dərslərimizdə struktura qurmağı və name atributunu istifadə etməyi sizə öyrədəcəm. Həmçinin də stil verməyi növbəti dərslərimizdə sizinlə danışacağım. Bugünkü dərsimi sona çatdırıram. Sizə işlərinizdə uğurlar arzu edirəm. Öyrətdiklərimin üzərində işləyin, praktikanızı artırın. Növbəti dərslərimizdə görüşənədək sizə tapşırıq verirəm ki, yaratdığım oyunlar papkasının qovluğunu siz yaradasınız. Mən burada yaratmamışam, düzdür. Siz yaradıb onun daxilində həmən səhifələri əlavə edəsiniz. Action və Cars səhifəsi, istədiyiniz əlavə səhifələr də qura bilərsiniz. Ondan əlavə həmən səhifələrin daxilində linklər əlavə edib oyunlar atasınız. Edə bilərsiniz MP3 və yaxud da ki şəkillər də qoya bilərsiniz. Öz istəyinizin asılıdır. Yükləmə linkində bu formada yazarsınız. Hər hansı fayl olan linki. Sizə yenə də işlərinizdə uğurlar arzu edirəm. Növbəti dərsimizdə görüşənədək.